Yasemin xanım bilirsən, Asimin en büyük arzusuydu ki Rasim'in küçük toyunu görsün. Nurda xanım, Asim Rasim'in küçük toyunu görür. Her birimizi görür. Gelin Asim'in ve Rasim'in şerefine bir gürültülü alkışlar. Çok Yasemin Hanım bir daha icazə ver. Jurnalistlər Birliği'nin üzvü Bakı şəhərindən dəvət buyurmuş Yeganə xanım Telman qızı. Yeganə xanım da bu gözəl məclisimizə əl boş gəlməyib. Yəqin ki, qazilərimizə, qəhrəmanlarımıza təbriki var və şəhid ailəsinə öz təbriklərini buyursun, təqdim etsin. Evvela çok sağ olun ki bugün ailenin en güzel bir gününde ailemi tek koymadınız. Çok sağ olun ki bugün hamımız bir olarak bu güzel Rasim balanın güzel bir toyunda iştirak edirik. Şehit anaları karşınızda baş eğirəm. Gazi kardeşlerim karşınızda baş eğirəm. Çok sağ olun, var olun ki bizim Qarabağımızı bizlere qaytardınız. Biz her birimiz Qarabağlıyıq. Burada biz bölgelere mən heç kimi bölməyəcəyəm. Biz her birimiz Qarabağlıyıq. Müharibə dövründə necə birlik yaratdıq. Biz zəfər tarixini qazandıq və bir Azərbaycan nə qədər yaşayırsa, bütün Azərbaycanlılar elə bir olaraq hər zaman bütöv bir Azərbaycan yaratsın. Şəhid analara çok sağ olun. Bu zəfər tarixində biz sizə borcluyuq. Burada bizim Elmar Nəsibovumuz, Elmar qardaşımın, Elmar Nəsibovun Nuruzlu anası, Süraya ana, Sumqayıtdan bura qədər qonaq gəlibdi. Nuridə ana, diğer anaların adlarını bilmediğim için üzürlü sayan. Çok sağ olun, her birimizin karşısında baş eğirəm. Her birimize teşekkür edirəm. Çünkü biz böyük bir cəmiyyət, xalq olaraq ən xoşbəxt bir xalqıq. Hər bir nəslə nəsib olmayan bir zəfər tarixini yaşadıq. Qalib Azərbaycan tarixini yaşadıq. Bu hər bir nəslə nəsib olmur. Amma biz hər birimiz bunun canlı şahidləri olduq. Gələcəkdə nəvələrimizə, nəticələrimizə, kötücələrimizə Allah hər birimizə qismət eləsin o günləri görək. Və bu tarixin canlı qəhrəmanları kimi biz onlara hamısına bu tarixi danışacağıq. Ne kadar Azerbaycan var, ne kadar bizim güzel halkımız varsa, necə deyirlər, hər kəsə Allah can sağlığı versin, Allah uzun ömür versin. Mən indi bir dənə təltif verəcəm anaya. Deməli, ana, bizim Ümid Xeyriyyə Cəmiyyəti və Xəbərtayım.az saytının məğrur şəhid anası bir təltifi var. Təltifin ön sözündə yazılır. Anacan, mən səni cənnətdə, sənsə məni bu dünyada təmsil edirsən. Bəli, bütün analar övladlarını bu dünyada təmsil edir. Buyurun. Və bizim Süraya anamızın da belə bir gözəl hədiyyəsi var. Bir üzündə Asim Abbasovun şəkli və o biri üzündə Elmar kardeşim. Möhtəşəm, gəlin alqışlayalım, gözəl bir hədiyyə. Çok sağ olun, var olun. Və Elvin qardaş bir Rasimin bacısı söz demək istəyir. Bir de Aydın desin. Elvin yaxın buyursan, sən əziyyəti ne olar? Çok sağ ol, hörməti görə. Rasimin bacısı görək nə